Salam müəllim, nətərsiz? Sən hər il eyni səhv edirsən, Astatonla. Yox, okey. Əslində bugün yolda özümə xatırlatmışdım bunu, amma unutdum. Eyb yox. Salam əleykum. Aleyküm salam. Nətərsiz? Şükür Allah, yaxşı. Yaxşısınız. Ümid edirəm ki, bu nətər deyirlər, yaşınızda və bu yayımda sizin üçün maraqlı bir xatirə olar. İnşallah. Və əslində bu dəfə fikirləşdim ki, necə başlayım? Yenə həmişəki sualımı vereyim. Sonra dedim ki, yox, həmişəki sual verməyim, həmişəki cavabdan bir sual verim. Davay. Hə. Toğrul hələ də axtarışda olan biridir. Dibinə kimi. İndi mən bu gün özümü hazırlamışdım ki, mən Günə dedim ki, Günə, yəni deyirik, əlində nə varsa cibinə qoyma. Yəni elə suallar verir ki, sən belə mən dirəmən divara. Fikirləşdim ki, nə sual verə bilər? Bir dənə sual bildim ki, birinci sual verəcək ehtimal ki. Dedim mən nə cavab verəcəm ona? Yəni dibinə kimi. Yəni son 2 aydır, lap daha artmış bir prosesdir deyə bilərəm. Axtarışında olduğunuz şeylər dəyişib? Qəşəng sualdır. Əslində çox da yox. Yəni belə deyim də, istiqamət olaraq çox şey dəyişməyib, sadəcə suallar dəyişir. Amma ki belə deyək də, evin otaqları bəllidir. Amma evin otaqlarına bağlı verilən suallar və yaxud şeylər rənglər fərqlidir. Mən son zamanlar rəng sözünü çox istifadə edirəm. Rənglər fərqlidir məncə. Amma ki mövzular çox dəyişməyib. Belə deyim də, əgər bəlkə axtarışda olanda bəlkə daha çox keçən illərdə daha çox çöl axtarışındaydımsa, indi daha çox daxili axtarışdayım. Deyirsiniz ki, axtarışım əvvəl çöllə bağlı idi. Daha çox daxilə, türkçə demiş, dönük axtarışdır da. Mən də deyirəm ki, o son vaxtlar çox istifadə elədiyiniz və bizimlə çox müzakirəsini apardığımız dərinlik söhbəti, dərin söhbətlər və dərinlik mövzusu ümumiyyətlə bu daxili axtarışla mı bağlıdır? Yoxsa daxili axtarışınız var deyəmi dərinləşmisiniz ya və yaxud da ki, dərinliyi? Məncə ikinci variantdır. İkinci variant odur ki, daxili axtarış insanı dərinliyə gətirir. Ümumiyyətlə bu gün də ChatGPT ilə danışırdım bu mövzuda. Ki bəs şeydir, dərinlik mövzusunda. Orada bir neçə təsvir verdi ki, hansı xüsusiyyətlər var. Elə mənim də elə bir sualım var. Xüsusiyyətlər var. ChatGPT-nin cavabını oxuyacağam sənə. Amma ki, məncə daxili axtarış insanı dərinliyə gətirir. Çünki dərinlik özü bir nədir? Nəticədir, düzdür, bir istiqamətdir. Amma o dərinlikdən də çıxan nəticələr var. Amma nəticə etibarilə dərinlik nəticə olaraq gəlir, səbəb deyil. Çünki dərinliyə başa çatmaq özü-özlüyündə bir prosesdir. Elə onu soruşacağam. Dərinlik nəticədir yoxsa prosesdir? Yox, məncə nəticədir. Dərinlik proses ola bilər, amma o birinci nəticədir. Yəni misal üçün mən bir yerə gəlib çatıram, bu mənim çatdığım bir istiqamət var, çatdığım bir nəticə var. 200 metrdir, 300 metrdir, nəticə fərqi yoxdur. Ora mən çatıram, mən artıq bir dərinlik var. Düzdür, bu nəticədir. Amma əlbəttə ki, sən bundan kifayətlənmirsən və davamı gəlir. Amma görə də daha çox nəticədir mənə görə. Yəni ən azı birinci mərhələdə o nəticədir və yaxud istiqamətdir. İstiqamətdir, amma bir insan güman edirəm ki, bir insan öz-özündə məqsəd yönlü şəkildə deyir ki, mən bu gün dərin olacağam və yaxud mən dərin olmaq istəyirəm. Mən düşünürəm ki, orada baş vermiş hadisələr var. Amma bu hadisələrin məcmusunda sən başa düşürsən ki, sənin çatdığın bir nəticə var. O nəticənin adını dərinlik qoyuruq biz. Aydındır. Bəs dərinliyi nədə tapırsınız? Nə mənada? Nədə mənada? Yəni sizə görə dərinlikdir, dərin söhbət. Dərinlik nədir? Hə. Dərinlik nədir? Belə deyim də, dedim ki, şeyxin cavabını oxuyacağam. O dəfə mənim dostum Mehribanla bu mövzu danışırdıq. Mehriban da mənə görə gördüm ən dərin insanlardan biridir. Bir podkastda da Mehribanla bu arada danışmaq istəyirəm əslində. Mənə görə dərin insan dərin insan o kəsdir ki, sən onun düşüncəsinin içində üzə bilirsən. Dərin insan. Bəli. Düzdür, dərinliyin bir neçə komponenti ola bilər. Amma dərin insan odur ki, o danışırsan, gözünü yumub orada yaşayırsan. Dərin insan məncə odur. Bilmirəm, şeyxlər və yaxud da alimlər nə düşünür? Bu mənim fikrimdir. Və bu fikirdən kifayət qədər razıyam. Özüm fikri. Necə bu qənaətə gəldiniz bəs? Yaşadığım təcrübələrlə. Çoxdan bu fikirdəsiniz yoxsa? Yəni həyatımı dəyişən insanların siyasına baxanda görürəm ki, onların bir qismi çox dərin olub
və bu dərinlik səni transformasiya edibdir. Elə bil sənin böyüməyin üçün digərinin dərinliyini görməyin lazımdır, bəlkə də. Yəni sən dediyim kimi də bir insan, yəni mən güman edəməm ki, mən çox dərin insanam. Ehtimal ki, bir şey var. Amma mənim əldə etdiyim hansı bir nəticə varsa, ehtimal ki, bu həm təfəkkürün Allahın izni ilə verdiyi bir şeydir, həm də digər insanlarda gördüyüm nümunələrdir. Amma sən də gördüyün nümunə üçün sən mütləq şəkildə kimisə dərinliyini görməlisən. Sən onu görürsən ki, deyirsən ki, ayda bu da mümkündür. Dərinlik nədir? Məsəl üçün düşünmək, out of box baxmağı bacarmaq, öz səhvlərini anlamaq. Cəsarətlə hətta siyahısını deyim. Bu gün bir yoldaşa göndərmişdim bu siyahını. O da məncə dərin adamdır. Deməli, nə idi mövzu? Empatiyası güclü olan, ziddiyyətləri qəbul edən və yaxud ziddiyyətləri görən və məncə burada qəbul etməkdən əvvəl birinci görmək lazımdır. Özünü müşahidə edən insan olmalıdır. Nə oldu səviyyəsindən daha çox niyə oldu? Yəni dərinlik buradan gəlir. Dərinliyə girmək, ziddiyyətləri görmək üçün də səndə nə olmalıdır? Sən təfəkkürün o ziddiyyətdən yuxarı olmalıdır. Empatiyanın güclü olmalıdır ki, digər insanın davranışının arxasındakı hərəkətə başa düşəsən, həqiqəti axtarmaq, özünü haqqlı çıxartmaqdansa, yaşadığı təcrübədən məna çıxartmaq. Bu çox refleksiya bizim danışdığımızda. Bir də çox gözəl yazılıb ki, sükutdan qorxmamaq, daim stimul, danışıq və əyləncə ehtiyacı yoxdur. Yəni mən də son zamanlar başa düşmüşəm ki, bir də dürüstlük. Mən də son zamanlar başa düşmüşəm ki, şeydir. Nə var axı izah verib? Yəni mən də gəldim nəticə odur ki, bəzən sən sükutdan qorxmalı deyilsən. Sükut içində sən tək olmalısan. Dərinlik üçün ehtimal ki, təklik şərtdir. Bir müddət şərtdir. Amma çox olanda da zibili çıxır. Bəs dərinliyin marağı nədədir? Sən dərinlikdə öz dərinliyində, yoxsa qarşı tərəfin dərinliyində? Öz dərinliyində. Sən öz dərinliyini dediyin elə öz dərinliyin potensialını araşdırmaqda, daxildə olan məni görməkdir. Daxildə olan məni görməkdir. Məsələn, əgər bir insan ziddiyyətlərini görürsə, əgər bir insan dürüstdürsə, əgər bir insan niyə sualını verirsə, elə özünü tanıya bilərsən də. Dərinlik ehtimal ki, özünü tanımada çatdığın bir mərhələnin adıdır. Biz adını belə qoymuşuq, onun adını dərinlik qoymuşuq. Amma yəni bu bir mərhələnin şeyidir, bir qapının asarıdır, bir qapının adıdır. Bəs sizin indiyə kimi, yəni artıq inşallah və maşallah 38 yaşınız var da. Bu yaşa qədər gündəminizdə indiki qədər olmuşdu dərinlik mövzusu, yoxsa indi? Çünki adam 30-una yaxınlaşanda ayrı bir dərinliyə girir. Sonra düşür. 40-ına yaxınlaşanda yəqin ki, onu görürəm. Cumadır amma. 30-a az qalıb da. Və ətrafımda da 30-dan məndən də daha yaxın olan insanlar olduğu üçün. Oradan bilirəm ki, həqiqətən bu insanı fərqli formada dəyişir və yaxud da ki, düşündürür. Niyələrin axtarışı olsun və yaxud da ki, özünün kəşf eləməyə getmək olsun. 40-a yaxınlaşmağın təsiri olubmu sizcə dərinliyin bu qədər gündəminizdə olmağına? Sırf rəqəmə bunu bağlamazdım. Mən düşünürəm ki, yaşadıqlarım, son müddətdə yaşadıqlarım və yaxud da yaşamaq istəyib yaşaya bilmədiklərimin mənə təsiri var və yaxud da yaşayıb dərs çıxartmadıqlarımın. Bu hamısının bir təsiri var bura. Və yaxud da o gün bax bir dənə qəşəng bir sual bir yoldaşdan danışanda bir məsələni danışmışdıq ki, bəs dərin insan bizə həyatımızda harda lazımdır da. Bəli, çox qəşəng sualdır. O sualım dedi ki, bir dənə bunu paylaş storydə. Mən də paylaşdım və orada çox qəşəng bir cavab gəldi. Cavab odur ki, deyir, dərin insanlar bizi özümüzə tanımağa kömək olur və bizi növbəti mərhələyə çıxmağa dəstək olur. Və orada misalını verir. Şəms Təbrizi ilə Mövlana'nın misalını verir ki, Mövlana Şəms Təbrizi ilə tanış olandan sonra fərqli bir mərhələyə qalxır da. Mən düz olan həyatdan çox yaxından izləməmişəm, amma hər bir halda mən düşünürəm ki, ehtimal ki, mənim də üzləşdiyim insanların və üzləşdiyim insanların təsiri var. Bir də ki, məncə həyatda heç nə təsadüf deyil də, biz bunu çox danışmışıq və mən indiki halda tək olduğum üçün daha çox düşünmək vaxtım var və elə bir bəzi şeylər həyatımda oturduğundan əlhəmdülillah daha çox düşünmə imkanım var. Yəni məncə bunlar hamısı bir-birinə bağlıdır. Həm insanların toxunuşları var, həm özümün gəldiyim bir mərhələ var. Elə bir şərait yaranıb ki, mən bunu daha çox düşünmə imkanım yaranıb.
Xüsusi olaraq yaşa bağlamazdım onu. Çünki 40 hələ 2 il var. Allah qismət eləsə əlbəttə ki. Prosta bəzi məncə o yaxınlaşmaqda, məsələn, burada sualların birində elə astanasında olmaq kimi qeyd eləmişəm, tək 40 kimi qeyd eləməmişəm, amma indi mövzuda siz o Mən yaşdan özümü 40-dan çox hiss edirəm onsuz da. Orada sual yoxdur. Təxmin eləmişdim onsuz da siz onu yaşla rəqəmlə bağlamazsınız. Məndə o 40-ı keçibdir. O da problemdir əslində. O da problemdir əslində. Çünki sən özünü çox şey hiss edəndə təzad yaranır da səndə, sənin ətrafından, sən danışıb ünsiyyət qurmaq istədiyin insanlarla çox tək qalırsan, çox seçici olursan ki, bu nə söhbət aparırlar, bu nə iş. Desən ki, görüşmürəm, danışmıram, bir şey eləmirəm, bir eləmirəm. Yox, maraqlı deyilsən mənə. Öz-özünə deyilsən. Nəticə etibarilə qalarsan çox kiçik bir insanın ətrafında və onlar bəzən heç başa düşmürlər ki, sən danışmaq istəyirsən. Bir dənə sualım o idi ki, təkliyə öyrəşə bilmisiniz? Məncə bu gün verdiyin ən yaxşı sual budur. Sən burada bir neçə məsələ var məncə. Birinci odur ki, birinci yox. Cavabı deyim ki, yox. Yox, öyrəşə bilməmisiniz, maraqlı. Mən bizim bir ortaq tanışımız var. Düzdür, ünsiyyətim yoxdur, amma ki, bəlkə dinləsə başa düşər kimdən danışıram. O mənə demişdi ki, vaxtilə demişdi ki, deyir, mənim fitrətim tək olmaq üçün yaradılmayıb. Özü barədə onu demişdi. Məncə o mənə də aid olan bir cümlədir ki, mən tək yaranmaq. Mən də özümlə bağlı düşünürəm. Tək olmaq üçün yaradılmamışam. Amma mən düşünürəm ki, yəni dərinlik üçün təklik şərtdir, dediyim kimi də. Və bu təklikdən zövq almağa çalışıram və mən ümumiyyətlə özümdən problem yoxdur. Yəni belə deyim də, yəni deyim ki, zövq almıram, yox. Sadəcə mən düşünürəm ki, nə qədər, amma bununla bir yerdə də başa düşürəm ki, buradan prosesdən zövq almağa çalışıram. Yəni yaşadığım yeri bilirsən, o işlədiyim məşğuliyyəti bilirsən, ətrafındakı insanları bilirsən. Mən çalışıram prosesdən maksimum zövq alım. Və bu yay o baxımdan məsəl üçün dağa qalxmışam, dənizə getmişəm, əlhəmdülillah. Bu şeydir. Amma ümumi götürsək, lap belə təklikdən hərdəsə zövq alıram. Amma elə insanlar var ki, məsəl üçün onlar bundan çox böyük zövq alırlar. Mən o deyiləm. Mənə hər bir halda insan lazımdır. Çünki mən düşünürəm ki, əgər sən təfəkkür edirsənsə, bəlkə də insanlar var ki, onlar təfəkkürü tək eləyib o nəticəyə gələ bilirlər. Mənə təfəkkürdə maksimum nəticəsi insan lazımdır. Mən bölüşmək üçün insan lazımdır. Yəni mən asıram, bu çay içdiyim, mən bu çayı nə gözəl çaydır. Düşüncəmi bölüşməliyəm ki, tam olmuş olsun. Bu düzdürmü, bu səhvdirmi, bəlkə də hansı bir psixoloq baxıb deyəcək ki, bunun başı işləmir. Ola bilər. Amma ki, zövq alıram, amma ki, hər zaman belə olmalı istəmirəm. Burada mənim əlavəm var. Yəni nə mənada sözünüzə qüvvət kimisindən də. Deməli, bir ara sosial şəbəkədə dəhşət təklik təşviq olunurdu. Və elə bilirdim ki, bir dənə mənəm də bu təklikdən zövq almayan. Elə bilirdim ki, hamı me time-undan zövq alır, hamı nə bilim çıxır parkda tək kitab oxuyur, hamı gölün qırağında gəzir, tək, möhtəşəm bir şeydir də tək olmaq. Sonra bir dəfə bir qız çıxdı, dedi ki, tək olmaq da yaxşıdır. Amma mən bunlardan zövq alıram. Daha doğrusu elə bir video çıxdı qabağıma. Dedim ki, ay nə yaxşı tək deyilmişəm. Mən dəli deyiləm. O deyirsə, bəlkə də hansısa psixoloq çıxıb belə deyəcək. Bir müddət adam elə fikirləşir, yəni mən də elə fikirləşirdim. Amma başa düşdüm ki, yox da mən həqiqətən mühit adamıyam, kruq adamıyam. Yəni kimsə olmalıdır. Məncə sadəcə bu çox dilə gətirilmir niyəsə və insanların təklikdən zövq alması bir bacarığıymış, bir fərqlilikmiş. Mən sizə bir şey deyim. Məsələn, mən danışıram indi də. Emosional durumdan asılı olaraq mən ciddi təklikdən zövq aldığım məqamlar az olmur. Məsəl üçün mən tura gedəndə fikir vermisənsə mən çox danışmıram. Mən danışdırmasa mən çox danışmıram. Fikir versən, həmişə baxarsan da mən normalda çox danışmıram. Və yaxud da kampa getsəm, mən inzivanı çox sevirəm o baxımdan. Çünki Bakıdan çıxanda mən özümlə çıxıram Bakıdan. Və özümlə danışmaq istəyirəm. Orada sevirəm. Bu gün təklik bu gün bəzən məcbur seçimdir. Və yaxud da bəlli bir mərhələyə çatmış insanlar niyə görə tək ola bilərlər? Mən onları başa düşürəm. Çünki onlar o təkliyini keyfiyyətli cütlüklə bölüşmək istəmirlər.
Ona görə ki, gedib atıram kimlənsə oturub falan şey eləməkdənsə bunu eləmək. Amma bunun da bu təkliyində bir dənə pis tərəf odur ki, sən bunu öyrəşə bilərsən və sonra artıq qayıtmağın çətindir. Məsələn, sən bu gün bax ki, 30, 35, 40, 45 yaşa çatmış və subay insanlar var, hansı ki, çox çəkicidirlər də. Onlar və təklikdən çox da xoşbəxtlər. Amma mövzu odur ki, bu biraz təhlükəli ola bilər. Ona görə mən bunu tuturam. Amma yəni mənim fitrətim şeydir də, təklik üçün yaranmayıb yox məncə. Bəlkə də yəni deyirəm, əziz psixoloqlar, məni dinləyib qərara gəlsəz ki, mənim başım işləmir, bunu mənə deyərsiniz. Bəs yaxşı. Keçən ildə ümumiyyətlə baxdım söhbətlərimizin əvvəlkilərinə ki, görüm sizdə nə dəyişib, mənim suallarımda nə dəyişib və s. Keçən çox dəhşətli dərəcədə hətta deyərdim ki, dərs çıxartmaq sözünü çox işlətmişik söhbətdə. Doğrudan? Hə. Dərs elə olub, hə? Hə, belə başa düşdüm. Yəni dərs çıxartmağa fokuslu danışmışıq. Ümumiyyətlə sizcə geri dönüb baxanda indiyə qədərki yaşınızda çıxartdığınız ən vacib dərs nədir? Bu il yoxsa ümumiyyətlə 38 il ərzində? 38 il ərzində. Onun üçün bir 5 dəfə danışmaq lazımdır. Onun üçün videonu 5 dəfə çəkmək lazımdır. Yaxşı, bir dərs olmasın, 5 dərs olsun. Yox, məndəki 5 demək daha çətindir. Genişdir. Daha çətindir. Sən bir neçə şey demək olar da burada da. Mənim həyat fəlsəfəm güvən üzərində qurulur. Yəni mən ayrı cür bacarmıram. Əgər mən skeptikəmsə və yaxud da sorğuluyuramsa, bu problemdir. Məsələn, mənə suallar verirlər bəzən yoldaşlar ki, məsələn Instagramda hardasa yolda çöldə ki, bəs şeydir, səncə insan dəyişirmi? Deyirəm ki, gəl belə eləyək də, mənim qurduğum şirkətin adına bir dənə bax da xahiş edirəm. Mənim qurduğum şirkətin adı Human Development Center, İnsan İnkişaf Mərkəzidir də. Səncə mən insanların dəyişməyinə inanmasaydım, şirkətimin adını İnsan İnkişaf Mərkəzi qoyardım mı? Deyir, yox. Deyirəm, əlbəttə ki, insan dəyişir. Yaxşı, dəyişiklik nədir? Oradan yaranır. Amma hər bir halda mənim ana fəlsəfəm güvən üzərindədir və mən bunu heç vaxt dəyişmək istəmirəm. Yəni, dərs olaraq özümə çıxartmışam ki, mən güvənmədiyim, rahat olmadığım yerdə, rahat olmadığım insandan olmaq istəmirəm. Və nəticə etibarilə də bu iş də ola bilər, bu münasibətlər də ola bilər, yoxdur ümumiyyətlə soruşuram, deyirəm də, ola bilər, amma mən o insana güvənmirəmsə, bu istər-istəməz özünü göstərəcəkdir. Hə, düzdür, dövlət içində falan korporativdə işləyəndən sonra sən biraz öz emosiyalarını gizlətməyi öyrənmisən və bəzi şeylər göstərməməyi bacarsan. Amma mən göstərməyin tərəfdarıyam. Bu belə. Çıxartdığım dərsə gəldikdə elə mən düşünürəm ki, mənim əsas fəlsəfəm odur ki, sən güvən tərəfdə ol, hələ bu yolda düzsən. Hə, bir dənə maraqlı bir söhbət var ki, məsələn, onun cavabını bilirəm, amma ki, dəyişə biləcəm yoxsa yox bilmirəm. Odur ki, məsələn, hər bir kişi ehtimal ki, bəlkə qadına da aiddir, bilmirəm, bəlkə kişilər də aiddir. Mən kişi olaraq onu deyə bilərəm ki, hər bir kişi həyatı boyu özünə bir dəfə sual verməlidir ki, mən xoşbəxt olmağı seçirəm, yoxsa düz olmağı seçirəm. Mən çox vaxtı düz olmağı seçmişəm. Ona görə də ehtimal ki, yəni və yaxud da sadəcə şəxsi münasibətdə yox, ədalət dəyəri olan insanlar düzlüyü seçirlər. Mən onu dəyişmək istəyirəm. Yəni bilirəm ki, bunu dəyişmək istəyirəm. Çünki çox ədalətli olanda insanlar buna hazır deyillər. Budur. Yəni xoşbəxt olmağın da odur ki, sən bəzən düz olmayacaqsan. Qoy deyən olsun. Bunu öyrənmişəm, amma bunu artırmaq istəyirəm. Tətbiq eləmək həm də. Tətbiq edirəm əslində, yəni. Əlbəttə ki, baş üstə sən deyəndə dediyim az adam yoxdur. Əlbəttə ki. Amma ki, indi bu ciddi konflikt hissələrində onu eləyə biləcəmmi? Sual budur. Çünki mənə deyirlər ki, mən manipulatoram. Bir neçə adam onu deyir. Məncə mən insanlarla ünsiyyət qurmağı bacarıram, bəli. Məncə də. Razıyam. Amma mən səhv olduğum söhbətdə dirəşmirəm. Səhv olduğumu anlayıramsa, mən dirəşmirəm. Çünki ədalətsizdir səhv olub dirəşmək. Nə lazımdır sizin səhv olduğunuzu anlamaq üçün? Bəlkə səhv deyiləm. Sual budur da, məsələ odur da. Yəni, atıram da, dünən də bir nəfər yoldaşla danışıram. Deyir filan şey. Danışıq 5 dəqiqə. Deyirəm, bəs deyirdim belədir. Deyir, hə, səhv görmüşəm. Deyirəm, bəs sən mən barədə bunu deyirsən də. Deyirəm ki, əsaslandır bunu. Mən əsaslandırmamış fikir qəbul eləmərəm. Bilirəm, mən sizə öyrənmişəm. Hə, bu fikir mənə atıram. Deyirsiniz ki, tutaq ki də, Toğrul filan şey. Deyirəm, okey, yaxşı, harda görmüsən bunu? Əsaslandır bunu mənə. Demirəm, mən səhvəm. Amma mən onu sadəcə sən mənə dediyin kimi qəbul edə bilmərəm. Ona görə dərsə gəldikdə ikinci dərs odur ki, xoşbəxt olmaq seçmək lazımdır. Bir də ki,
nə deyə bilərəm, götürdüm mən dərsdən ola bilər. Vacib də ola bilər, böyük olmaya bilər deyəsən. Vacib ehtimal elə böyükdür də. Yox. Nə Korrelyasiya var. Causation yoxdur, korrelyasiya var. Hə. Sən hətta bax, görsən burada da onu şey edirəm də. Yəni o qədər bu barədə düşünmüşəm ki, istər-istəməz o düşündüyüm çölə çıxır. Orada da məqsəd odur ki, mən deyəsən ki, yox belə deyil və bu misalı deyim, hə, bax düz deyirsən. O gəlmədiyindən elə çıxır ki, mən şeyəm, tərsəm. Elə deyil axı. O qədər deyil. Tərs olduğum yerlər də var. Bax o tərs dediyim məsələn xoşbəxtlik və şeyə yaxındır əslində, düz olmaq məsələsinə yaxındır. Qəşəng dərsdir bu arada, bu maraqlıdır məncə hər adamın özünə bağlı. Hə, amma dediyim kimi mən iddia eləmirəm ki, mən hər şeydə düzəm. Sən məndən 4-5 il işləmsən də, mən səhv olduğum şeyləri də qəbul edirəm. Amma ki, bəzən bu gec gəlir, bəzən bu tez gəlir. Əlbəttə keçmişə qayıtsan nəyisə fərqli eləyərsən. Əlbəttə ki, nəyisə fərqli eləyərsən. Amma mən inandığım burada odur ki, yəni bizim onsuz elə bir şansımız yoxdur. Keçmişə qayıtmaq şansı. Əlbəttə ki. Onda bir dənə sual gəlir burada. Deməli, peşmanlıq mövzusundan danışmışıq. Keçən il danışmışıq da, yadımdadır. Keçən il danışmışıq. Çünki mənim orada hələ də məndə yəni tam oturmayan bir mövzu var. Nəyə görə? Çünki məsələn, indi deyirsiniz ki, təbii ki, geri qayıtmaq olsa dəyişərdim nələrsə. Bu özü də bir əslində peşmanlıq. Biz keçən il bunu bir dəfə danışmışdıq. Yəni mənim mövzum o deyil ki, mən peşman deyiləm. Mənim mövzum odur ki, hə, mən nəyisə fərqli eləyərdim. Amma o imkan olmadığından mən ona fokus olmuram. Hə, bu başqadır. Hə, peşmanlıq odur ki, sən onu və bu çox ağrılı bir hissdir. Ha, bu çox ağrılı bir hissdir. Mən bunu bir neçə yerdə yaşamışam. Çox ağrılı hissdir. Sən bizi də buna qaytarmaq da düzgün deyil. Peşmanlıq odur ki, sən desən ki, kaş ki bu belə olardı. Kaş ki yoxdur axı. Kaş ki yoxdur. Ya sən o qədər cəsarətin olmalı ki, deməlisən ki, qardaş, yox, qələt eləmişəm və yaxud bu belə olmalıdır. Amma bir çox şeylərdə sən onsuz əlindən gələni edirsən. Hə, mənim dediyim peşmanlıq, amma bir qədər də, yəni sualda belə deyək də özünü göstərən tərəfi nəyisə eləyib peşman olmaq. Məsələn, günah eləyib peşman olmaq. Sizin üzərinizdə demirəm. Hə, əlbəttə ki, 100%. O yəni elə bir yanaşma da var da ki, sən günahı eləyib sonra peşman olursansa, bu özü belə bir dəyərdir əslində. Peşman olmursa da o da problemdir. Bəli. Mən razıyam. Mən demək istədiyim o deyildi. Mən fikrimi düz izah eləməmişəm. Odur ki, nəsə olub, tutaq ki, düzdür. Orada qalmaq lazımdır. Ya sən bu məsələni düzəltməlisən, ya düzəldə bilmirsənsə, onda sadəcə təvəkkül etməlisən ki, okey də budur. Məsələn, dünən sıra gün bir dənə belə bir şey oldu. Mən bir söz dedim, səhv anlaşılma oldu da. Mənim niyyətim o deyildi. O gün də bir söz dedim, məsəl üçün bir yığıncaqda. Əslində niyyətim pis deyildi. Nəsə belə bir şey dedim, gördüm ki, səhv anlaşılma oldu da. Mənim niyyətim o deyildi də. Amma sonra da çıxanda özüm biraz ona görə danladım ki, bunu demək istəmirdim axı. Amma okey də, olsun, oldu da. Mən orada qalmıram. Ümumiyyətlə hardasa qalmaq, elə hardasa qalmaq deməkdir. Qalmaq lazımdır, getmək lazımdır. Hərəkət etmək lazımdır. Axtarışda olan insan üçün bir yerdə qalmaq o halda mümkündür ki, qaldığın yerdə gəldiyin yolu düşünürsən. Yox, elə qalmaq xəttinə qalarsansa, burada bir şey çıxmayacaq. Mən belə bir şey də müşahidə eləmişəm ki, elə bir insan 2 ildən bir, 5 ildən bir qayıdır əvvəlki nöqtəyə həyatında. Maraqlıdır. Və buna biz sıfır nöqtəsi də deyə bilərik, nə bilim, dib də deyə bilərik, fərqli bir şey də deyə bilərik də. Deyəsən təzə yaşamısan bunu. Təzə yox yaşamam. Hə, təzə yaşamışam. Sıfırda hiss eləmişəm təzə vaxt, bəli. Çünki çox isti danışdı. Yaşamışlıq hər şeydə bilin, müəllim, hər şeydə bilin, hə. Hə. Və maraqlısı və həm sıfırda hiss eləməyi yaşayır sanki adam. Həm də müqayisə eləyir özünü. Axırıncıda bundan öncəki dəfə sıfırda hiss elədiyi andan. Ümumiyyətlə siz buna nə ad verirsiniz? Siz buna həqiqətən sıfırda olmaqmı deyirsiniz? Yoxsa əgər nəsə buna Sənin sualına qüvvət olaraq bundan əvvəlki sualda bir dənə dərsdən danışmışdın. Mən düşünürəm ki, mənim davamlı etdiyim bir dənə səhv var. Və sən dedin o sıfırlanmaq məsələsində biraz gəlmə səbəblərindən biri də bu ola bilər. Mən bəzən nöqtənin yanına vergül qoyuram. Bu səhvdir. Və insanlara yanına yoxsa yerinə? Yerinə. Hə, bu düzgün deyil. Ümumiyyətlə nöqtə vergül ola bilərmi? Ola bilər. Amma mən keçmiş həyatda deyək də məncə daha çox vergül qoymuşam. Bu düzgün deyil. Hə, nöqtə olmalı. Düzdür. Vergül qoyduğum və yaranan və Allahın izniyle yaranan şeylər olubdur. Amma məncə daha belə şey olmaq lazımdır.
daha panyatkasız olmaq lazımdır bu həyatda bəlkə də. Çox panyatkalı olmaq bir şey deyil. Mən həmişə demişəm onu. Bu sizcə gecikdirir nəyisə? Buna gecikmək demək olar? Sən də bir dərsi bir dəfə yaşayırlar. 3 dəfə yaşamağın mənası yoxdur. Bir dərsdən nəticə ala bilmirsənsə, bunu 3 dəfə yaşamaq lazım deyil. Birinci dəfədən dərs çıxart. İmtahandan 3 dəfə keçirmək lazım deyil. Amma insanlıqda yaxşı 2 dəfə. Bildim, mən özümə deyirəm. Mən kimə demirəm ki, mən özümə deyirəm ki, mən bunu dəyişmək istəyirəm. Şeyə gəldikdə, sənin məsələsinə gəldikdə mən bu yaxınlarda keçən həftə çox belə qəribə hisslər yaşayırdım. Çox qəribə hisslər yaşadım. Niyə yaşadığımı bilirəm. Amma yaşadığım hissin adını qoya bilmirdim. Həqiqətən özüm Sadəcə qəribədir dediniz elə. Qəribə deyildi, çox pis idi. Və qəribə deyirəm, çox tərcümələr çox pis. Və mənim üçün niyə qəribə idi? Çünki mən normalda bir hissi yaşayanda öyrəşmişəm ki, mən hissin adını bilirəm və bilirəm ki, bu niyə görə baş verir. Çünki əlhəmdülillah gəldi bir nəticə var. Bunu tam tutuzdura bilmirdim. Tam tutuzdura bilmirdim ki, bu hardadır. Sonra getdim bir dənə dostumla görüşdüm. Ondan keçən həftə 2 dənə 3 saat yarımlıq görüşüm olub da dostlarımla. Birinci dostumla görüşdüm 3 saat. Neçə görüşdük biz? 8-də görüşdük, 12-nin yarısı olmuşdu. O birini bildim bu. Bu birisini də bilirsən. 3 saat yarım söhbət elədik. Orada çox qəşəng məqam toxundu. Mən başa düşdüm ki, problem hardadır və biz onun adını biraz ayrıcı qoyduq. Və sonra bildim ki, o pis əhvalda olan gün gedib baxmışdım, Spider-Man-ə baxmışdım və Spider-Man də o hissləri yaşayırdı. Çox qəribədir. Spider-Man deməli hisslərin adı nə idi? Başa düşür ki, nəsə qəribə bir bədəndə qəribə hisslər baş verir. Nəsə işləyir, nəsə işləmir, düşüncələri gedib gəlir və orada işlədiyi vaxtda qıraqda deməli real hörümçəklərin həyatı barədə bir müzakirə gedir, bir kino gedir və orada deyir ki, hörümçəklər həyatlarında bir neçə dəfə qabıq dəyişirlər. Dedim, bax budur, bax bu. Və elə bir gəldim, bunu götürdüm, sonra gəldim dostumla dedi ki, bu da qabıq dəyişmədir. Sən qabıq dəyişdin, bax budur. Biz qabıq dəyişirik. Və qabıq dəyişəndə də bəzi şeylər işləməyəcək. Çünki sən qabıq dəyişsən, sistem remontdur, işləməyəcək bəzi şeylər. Qabaq dəyişəndən sonra sən fərqli olacaqsan. Ona görə mən düşünürəm ki, bu sıfırlama dediyin bir neçə şey ola bilər. Keçmişə qayıtmaq məncə təhlükəlidir. Keçmişə qayıtmaq üçün mən təklif edirəm ki, bunu tək eləmə, bunu terapiyaya getmək lazımdır 100%. Bunu tək eləmə. Tək eləsən depressiya və peşmançılıq və ağlama olacaqdır ehtimal ki, ən yaxşı halda. Bunu terapistlə məncə həll etmək lazımdır. Amma sən sıfırlanmaq üçün qabaq dəyişsənsə və buradan bir nəticə çıxardıb qabağa gedəcəksənsə, məncə bu maraqlı bir şeydir. Məncə bu olur. Və ümumiyyətlə təfəkkür olan insan üçün bu normaldır. Sadəcə niyyət nədir? Necə gəldim, çıxdım bura məsələsi var və növbəti nə edəcəm bundan? Sual budur. Ona baxmaq lazımdır. Yox, girib hər dəfə ağlayacamsa, quote to quote bu məncə problemdir. Aydındır. Bəs yaxşı, bu təzə və yaxın tarixə, doğrusu yaxın keçmişə aid deyil, amma müəyyən qədər də yaxındır. Keçən də bu barədə danışmışıq. Dibdə hiss eləməkdə insan. Məncə sıfırda olmaqla dibdə hiss eləmək fərqlidir. Siz demişdiniz ki... Özümə sual verdim, fikir vermə. Demişdiniz ki, bəs dibdə olmaq da insana nəsə öyrədir və insan orada baxmalıdır ki, orada nə öyrənəcək də. İndi mənim sizə sualım oldu ki, dibdən nə öyrənmişsiniz? İndimi, yoxsa keçən 2 il əvvəl? Yəni, çıxmışsınızsa əgər 2 il əvvəl necə görünürəm bəs? Çıxmışsınızsa nə öyrənirsiniz? Yox, məncə dibdə deyirəm, yox. Sıfırlanmaq da deyil. Yox. Məncə o mərhələ, əlhəmdülillah, mərhələni keçmişəm. Öyrəndiniz keçmiş zamanda verək. Hər şeyin bir vaxtı var da, buradan çıxartmalı olduğum bir dərs var imiş sadəcə. Hansısa bir səhvin ola bilər, sadəcə və yaxud da Allahın sənə çıxartdığı, göndərdiyi bir dərs ola bilər və yaxud sınaq ola bilər. Bəzən olur ki, bəzi şeylər olmur da, yəni. Bəli. Bu normal bir şeydir. Burası maraqlısı bir nədir müəllim? Məncə insan dibdə olanda daha yaxşı mesaj ala bilər. Nəinki sıfırda olanda. Bilmirəm, bəlkə bunu özümdən şərhləndirirəm. Bəlkə sizdə elə deyil, sən amma... Sən diblə sıfırı niyə ayırırsan ki? Məncə çünki fərqlidir. Dibdə olmaq tamamilə... Sən dibdə olanda elə sıfırlanırsan da. Amma sanki dibdə olanda insan daha dərində olur, amma sıfırda olanda biraz daha dünyəvi tərəfdən sıfırda olur. Fərqi yoxdur. Sən sıfırlanırsansa, ehtimal ki, sən bir çox şeyin əlindən alınır. Düzdürmü? Hər şey alınanda insan normalda dibə düşür. Yox. Sən yuxarıda olub sıfırda olan insan görmüsən? Yox.
Yox. Deyəcək ki, ben de buna qulaq verəcək ki, manipulyasiya. Yox, sual verirəm. Sadəcə sual verirəm ki, yəni normalda ehtimal edirəm ki, sıfırlanmanın ən azı yarısı dibdə olur. Ən azı. Çünki mən siz necə baxıram? İnsan məncə dibdə hiss eləyəndə, hə. Orada ola bilər ki, onun əlində nələrsə olsun. Dibdə olan adamın əlində nələrsə ola bilər. Bəli. Amma sıfırda olan adam dibdə ola bilər, yaxşı. Hətta sıfırlanma. Amma dibdə olan adamın əlində nəsə ola bilər. Ən azından quyunun dibində onun əlində kəndir ola bilər, izah edə bilirəm. Yox, bildim. Yox, sıfırlanmaq kəndirsiz olmaq demək deyil ki. Sıfırlanmaq ehtimal. Amma məncə kəndirsiz olmaqdır. Okey də bu anlamların şeydir, etimologiyasına girməkdir. Amma güman edirəm ki, sıfırlanmanın bir hissəsi dibdə olur. Sıfırlanmaq nə deyirsən sən, yaxşı? Sıfırlanmaq bayaq siz dediyiniz kimi hər şeyin əlindən alınmağıdır. Yəni alınmaq deyəndə hər şeyin əlindən çıxmaq. Hər şey əlindən Düzdür, müəyyən qədər hər şeyin. Ola bilər ki, sağlamlığın məsələn müəyyən qədər əlindən çıxıb, nə bilim, işin, şəxsi həyatın, dostların və s. Sən bu dediyin şeylər bu qədər insanı dibə salmır. Salır, bilmirəm. Sən fikirləş də, sən dostların, şəxsi həyatın, sağlamlığın və işin əlindən alınsa. Mən onda dibdə hiss eləməmişəm də, maraqlısı odur. Sıfırlanmış hiss eləmişəm dibdə. Sən heç vaxt elə sıfırlanmamısan. Mən səni 5 il tanıyıram, heç vaxt belə bir şey olmayıb səndə. Çünki sən bir tərəfdən sıfırlandı, sənin yanında ətrafın olubdu. Hə, ona görə onu. Sənin ətrafın yanında olub, sənin işin olub. Sənin işin olubdu. Hə. Yəni hadisənin adını çəkməyim də, yəni. Yəni və sən o sıfırlanma deyəndə Allah sənə ən böyük hədiyyəsini göndərmişdi. Yes. Ona görə də bu sıfırlanma. Hə, o sıfırlanma. Hə, bu harca sıfırlanma sayıla bilər. Yo, mən onu sıfırlanmaq saymırdım. Mən onu dib sayırdım. Onu demək istəyirəm. Çünki mən dibdəydim, amma əlimdə nələrsə var idi. Onu demək istəyirəm. Maraqlı söhbətdir. Əslində maraqlı müzakirədir bu. Həll-qərəz. Razılaşırıq ki, bunun bir hissəsi aid ola bilər, aid olmaya bilər. Maraqlı müzakirədir. Bunu biraz düşünmək lazımdır, düşünməmişəm. Yəni qəşəng söz var. Deyir ki, hüznün verdiyi də bir huzur var. Bəli. Məncə o dibin verdiyi hüznün də verdiyi huzur var. O çox insan istədiyi vaxt yaşaya bilmədiyi bir şey. Dibin verdiyi bir huzur var. Hüzün və o hüznündə verdiyi bir huzur var. Onda elə çıxır ki, o huzuru verməsi üçün hər dəfə dibə girmək şərtdir. Məhz o huzur məncə dibdədir. Məncə o dibi, o şeyi yaşamaq üçün sadəcə inzivanı öyrənmək lazımdır. Bax, sadə bir şey deyim də, bizim Peyğəmbər s.ə.v ona İslam harda gəlib? İlk mağarada gəlib. Niyə gedirdi ora? Həm ibadət üçün, həm də təfəkkür üçün. Ona görə də biz təfəkkürü inkişaf etdirsək, bax əslində bu retreat anlayışı var, girirlər, qlamur şəkillər çəkirlər həm də, amma ki retreat anlayışı budur da, inzivadır retreat. Yəni sıfırlanma, yenilənmə budur. İnsan üçün bu vacibdir. Ona görə də bax dediyim kimi bu gün insanlar niyə görə bu qədər çölə bayıra gedir? Onda bir dənə sual. Çox soru söz bitirdiniz. Hə. Bir dənə sual oldu ki, niyə insan bəzən başa düşür ki, o bunu niyə yaşayır? Amma bəzən sanki başa düşmür. Məsələn, necə başa düşsün ki, əslində bunu niyə yaşayır? Necə başa düşə bilər? Sən yaşadığın hər şeyin səbəbi səndə deyil axı. Axı olur bəzən, səbəbi məndə olmaya bilər, amma Allah bunu mənə niyə verdi? Amma üsyan kimi yox, qətiyyən. Bu biraz vaxt lazımdır. Buna vaxt lazımdır məncə. Çünki bizim limitimiz çox kiçikdir. Biz çox limitli varlıq o baxımdan. Yaradan prizmasından baxsaq, məncə vaxt lazımdır sadəcə onu başa düşəsən. Yəni elə bir şey yoxdur ki, Allah mənə bunu göndərsə, eyni anda bunun səbəbini də izah edir. Yox. Yoxdur. Yox, məncə yox. Olsa mən bir neçə şeyin cavabını istəyərdim. Məncə vaxt lazımdır. Bir də ki, təfəkkürü artırdıqca ehtimal ki, daha yaxşı anlayasan. Bir də bax, təvəkkül nədir? Təvəkkül odur ki, yaşadığın nə olduğunu bilmirsən, səbəbi də anlamırsan, nəticəni də anlamırsan, amma bilirsən ki, yaxşı olacaq. Sənin üçün xeyirlisi budur. Yəni səbəbini anlamasan belə, nəticəsini anlamağa çalışırsan. Bu önəmlidir. Yəni səbəbi anlamasan belə, nəticəni anlamağa çalışırsan ki, nədir? Nəticəni də anlamasan belə, səbəbi və nəticəni göstərənə güvənirsən ki, ehtimal ki, buradan çıxacaq bir xeyir var. Mən elə onun ipinə yapışım. Bu nümunədə çox belə moizə kimi çıxmasın, amma Yusuf Peyğəmbərin həyatı adama daha çox şey gətirir ki, mən bir ara elə bil ki düşünürdüm ki, məsələn, 1 ilə həll olmalıdır, 2 ilə həll olmalıdır, nə bilim 3 ay həll olmalıdır. Sonra başa düşdüm ki, adam 20 neçə ilə hətta, yəni həll eləyə bilib də belə deyə o məsələsini. Amma hara qalxıb da? Bəli. Amma hara qalxıb? Hə, hardan hara. Yəni ona görə məncə səbirsiz olmamaq da lazımdır. Nəysə. Sizə 2 dənə təəccüblənməklə bağlı 2 dənə sualım var. Biri odur ki, 28 yaşında, yəni 10 il əvvəlki sizə, bugünkü sizin haqqında nə desəydiniz təəccüblənərdim? Biri məlumdur. Birinin nə olduğu məlumdur.
İkinci də məni təəccübləndirərdi. Bəlkə ölkədə olmağım məni təəccübləndirər, bəlkə. Birinci ağlıma gəlir. 28 yaşınızda siz Amerikadaydınız, yoxsa qayıtmışdınız? Amerikadaydım. Oradaydınız. Amerikadaydım, hə. Və orada olanda düşünmürdünüz, qayıdarsınız? Yox, əslində qayıdıb, yəni bir dənə bu ağlıma gəlir ki, bəlkə bu ola bilər ki, Amerikada olmaya bilərəm, ayrı bir ölkəyə gedə bilərəm. Ki, o da inşallah fikrimdə var. Bir dənə bu ola bilər. Digər biri məlumdur ki, mən düşünmürdüm ki, mən boşanaram. İndiki ağlımla, yəni o vaxtdan ağlımdan düşünməzdim onu. İndiki digər heç nə məni təəccübləndirmir ehtimal ki. İndi ağlıma gəlmir. Bəlkə olar nəsə, yaxşı sualdır. Amma nə ola bilər ki? Əsas şeylərə baxıram. Xüsusi bir şey yoxdur. Yox, xüsusi bir şey yoxdur. Heç mən nə təəccübləndirə bilər ki, səncə? Yaxşı bir şey də ola bilər. Bildim. Xüsusi bir şey gəlmir mənə. Yox. Bəlkə ola bilər ki, misal indi məsələn freelance işləyirəm, amma ola bilər ki, bir il qayıtdım korporativə. Məsələn, freelance işləmək məni təəccübləndirərmi? Yox, işte təəccübləndirmir. 5 il tutaq ki, dövlətdə işləməyim təəccübləndirə bilər, hə, amma artıq işləmirəm axı. Hə, ola bilərdi, hə. Bəs son bir ildə sizi nə təəccübləndirib? Özümlə bağlı, yoxsa həyatla bağlı? Həyatla bağlı. Məncə biz həyata lazımın artıq dəyər veririk. Dəyər veririk, yoxsa məna yükləyirik? Dəyər verərək, məna yükləyərək dəyər veririk. Amma ki, sənətərdir, bəzi yoldaşlar çox cılızdır. Bəzi insanlar həqiqətən də elə bir, mən bəzi deməyim, bilmirəm də, bəlkə səhv çıxacaq, təkəbbür çıxacaq, Allah qorusun. Elə, məncə bizim bir qismimiz həyatı başa düşmür, həqiqət anlamayıb da. Və çox belə məsələyə çox aşırı materialist yanaşırlar. Və yaxud da kimisə aldatmağa sahib. Sənətlər çox belə uşaq, elə bir biz hələ də o uşaq bağçasından çıxmamışıq məncə. İnsanların yaşı dəyişib, düşüncəsi dəyişib. Yox, insanların yaşı dəyişib, vəzifəsi dəyişib, bədən dəyişib, vəzifəsi hər şey, çox şey dəyişib. Gəlir əldə edib, ailə üzvləri ayatıb. Amma hələ də uşaq kimi davrananlar var. Yəni bu gün bir dənə şey eşitmişəm, bir dənə şey danışdılar mənə. Yəni həqiqətən insanlar bəzən böyümürlər, başa düşürsən? İnsanların hər şey arta bilər, amma böyümürlər. Mənə bu təəccübləndirir ki, yəni bu qədər uşaq olmaq lazım deyil də. Yəni o düşüncənin dərinliyin verdiyi bir yüksəklik də var məncə. Və bu yüksəklik və ya buna olğunluqdur. Nə adını nə qoysan, sən başa düşürsən ki, nəyin kafası, nəyin davasına aparsan. Bu gün eşitdik ki, bizim bir dostumuzun xalası dünyası dəyişib olaraq edəsin. Yəni biz də öləcəyik də. Bir gün mənim də xəbərim çıxacaq ki, mən də ölmüşəm. Həyat dəyişib, dünyamı dəyişmişəm. Gec yox, xeyirlisindən olsun. Yəni bir gün məndən də bu olacaq da, yəni hamının bu gözləyir. Yəni bax, yəni nəyin kafasıdır. Amma mən və bununla bağlı səhv etmirəmsə hədis də var da, biz deyir ki, biz elə yaşayırıq ki, heç vaxt ölməyəcəyik. Yəni bu məni biraz təəccübləndirir ki, insanlar həqiqətən heç düşünmürlərmi ki, etdikləri addımların şeyini verəcəklər. Mənim də səhvlərim var və təəssüf edirəm ki, mən də bəzən bunu görməyə bilirəm. Amma insanam da, mən nəticə etibarilə mən insanam. İnsan nədir? İnsan günah edən varlıqdır. Budur. Sadəcə Allahın sevdiyi də günah edib tövbə edənlər də var ki, bizə onlardan olmağı qismət eləsin. Təəccübləndirən budur mən əslində. Yəni mən düşünürəm ki, bax insan ümumiyyətlə yaş artdıqca torpağa bağlılığı artır. Torpağa bağlılığı hər mənada artır. Dağa da artır, yerə də artır, əkməyə də artır və elə bir ayağın daha çox sağlam basırsan və lazım olmayan addımlar atmırsan. Məncə budur ki, mən bəzi insanlara baxıram ki, onlar həqiqətən elə də söhbət tutmurlar. Məsəl üçün, baxırsan ki, bir nə bilim, sən çox rahat Instagramdan baxandan sonra sən baxanda əlım olacaq, atıram kim boşanıb, kimin münasibətdə problemi var, çox rahat görmək olur. Sən bəziləri var ki, baxıram ki, hətta görüm həyat yoldaşının şəkili var, hələ də yoxsa yoxdur. Çünki davranışı boşanmış kişi və yaxud qadın davranışıdır. Bəziləri tutaq ki, müdirinə trip atır, bunu açıq şeydə görmək olur. Mən demirəm, mən eləmirəm onu. Mən müdirimə trip atmamışam heç ən azı. Qədasını alırım. Amma yəni bu böyüməmək məni çox təəccübləndirir ki, yəni və yaxud da problem yaşayıb, problemin burada həll olunmayacağını anlamamaq. Baxıram ki, bunu mənə desəm, mən bunu danışardım əslində, bunu mənə desəm, mən onu bilərdim. Belə, yəni insanların böyüməməyi, olğunlaşmamağı yaş artdıqca məni çox təəccübləndirir. Qəşəng mövzuya toxundunuz, problemi dilə gətirməmək. Mən keçdikcə, yeni insanlarla tanış olduqca, həqiqətən nə vaxtsa kreşendoya qoşulmuş olmağın necə bir, doğru qərardan daha çox necə bir nemət olduğunu fərqinə varıram. Və məni nə qədər dəyişdiyinin fərqinə varıram. Və mən indi məncə insan istəsəm də ondan əvvəlki gün il kimi ola bilmərəm, heç istəmərəm, amma istəsəm də ola bilmərəm də.
Amma özünü ifadə eləməkdir, qarşı tərəflə açıq ünsiyyət qurmaqdır. Təbii ki, özünü ifadə etməkdə özünü tanımaqdan gəlir, hisslərinin fərqində olmaqdan gəlir, ünsiyyət üçün sual verməkdən gəlir və s. Bu insana o qədər şey qazandırır ki, düzdür, bir yerdən sonra sənin ətrafında sənin kimi adamlar olmayanda bu sənə biraz çətinlik yaradır. Yəni insana çətinlik yarada bilər. Amma sonra necəsə balanslaşdırır da həmin insanlarla da ünsiyyət qurmağı. Amma bəzi adamlar var ki, çox qapalı qutudular da, belə deyək. Onlar danışmadığı təqdirdə və yaxud da ki, insan onları qarşı tərəfi məcbur eləmədiyi təqdirdə o adam danışmır. Aha. Bir coach, emosional intellekti yüksək olan bir insan olaraq bu hissədə sizcə insan necə davranmalıdır ümumiyyətlə? O insanların bir həyatı var da, bu yaxınlarda bir insanla bağlı belə bir müzakirəmiz olmuşdu. Ehtimal ki, ona qulaq asır və bilir ki, ondan danışıram. Sən nətərdir? Danışmayan insanlar çölə söz çıxmayan insanların illa ki, danışmayan insanlar demək danışmırlar demək deyil. Bir insanın səsi çıxmırsa, o deməkdir ki, o danışmır. Onun danışığı daxildədir. Başa düşürsən? Sən götürə bir introvert insan götürək də, sən dediyin introvertdir, qapalı qutudur da. Sən onu başa düşmək üçün sənin özün o uyğun alətlərin olmalı ki, sən onu empatik olasan ondan. Yəni bir insan danışmırsa, bunun bir səbəbi var. Və bu çöldə danışmır da, tutaq ki, sənə danışmır, amma özünə danışır. Bir insan var ki, o çox təhlil edir və səndən məndən daha çox təhlil edir, amma onu danışmır. Çünki sağlam hiss eləmir və yaxud da bu yerə güvənmir və yaxud da bölüşməyi uyğun bilmir. Çox səbəb ola bilər burada. Əsas odur ki, bu insanlarda o var. Bəlkə danışmayan boş adam ola bilərmi? Ola bilər. Amma mən sənə deyim ki, danışmayanların böyük qismi danışırlar əslində. Sadəcə onlar daxildə danışırlar. Və onlara elə bir şərait yaratmalıdır ki, onlar danışsınlar. Necə yaratmaq lazımdır o şəraiti? Düzgün sual verməklə, diqqət göstərməklə, özləri olmağa imkan yaratmaqla, güvən hissi aşılamaqla, onların dəyərli və fərqli olduğunu onlara həqiqətən də yansıtmaqla. Yəni mənim bu yaxınlarda belə bir кейsim olmuşdu, ona görə bunu sənə çox belə. Qəşəng punkt dediniz. Çünki bunu yaxında eləmişəm deməkdə, bunu yaşamışam deyə. Yəni məncə və mənim ətrafımda kifayət qədər də introvert insanlar olub da, yəni sən ətrafındakı introvertləri bilirsən də, yəni ad-bad saya bilərsən. Yəni o insanların danışmamaq səbəbi odur ki, onlar çox onlar əslində dərindən yaşayırlar, onlar dərindən bölüşmürlər sadəcə bunu. Və bir də anladığım odur ki, insanlar nə deyirsən Allah, dərindən bunu yaşayırlar. Sadəcə bunu bölüşmürlər. Anladığımı qoyaq qırağa. İndi gəlsə deyəcəm onu. Yəni ona görə də bu şey deyil. Yəni hamı danışacaq bir şey yoxdur. Sən dediyin bir dənə məsələ var. Məsələn, mən hələ də cavabını tapmadığım bir sual var. Bunu biraz düşünürəm əslində. Elə bir məsələyə hər iki tərəfdən baxmağı öyrənirəm. Bilmirəm, son zamanlar mənə aldığım feedbacklər var. Deyirlər ki, mən tərsəm. Mən iddia eləmirəm ki, mən tərs deyirəm. Amma ki, baxır mövzuya. Elə mövzular ki, ümumiyyətlə tərs deyirəm və deyirəm ki, get sən qərar ver, mənə maraqlı deyil, nəticəni ver. Sən onu çox kifayət qədər insandan daha yaxşı bilsən. Elə yer var ki, orada dirənirəm, deyirəm ki, bu olmalıdır da və məncə də bu olmalıdır. Elə bir mənim tərs olduğum bir mövzu var. Tərs olduğum mövzudur ki, ümumiyyətlə insan dəyişirsə, biz insanın dəyişdiyini qəbul edirsə, bəs yaxşı, bu insan nə qədər dəyişəcəkdir? Və o dəyişdiyi hal getdiyi haldan gəldiyi hala qayıdacaqmı? Bu mənə çox maraqlıdır. Məsələn, bir dənə kino var, səhv eləmirəmsə Xaristdir. Kinonun məğzu ondan ibarətdir ki, atipik uşaqlardır, hansı ki, onların bir bəlli problemləri var, hətta atipik də deyil. Psixoloji problemlər olan uşaqlar atipik deyil, üzr istəyirəm. Psixoloji problemlər olan uşaqlardır və bir müəllim gəlir ora. Uşaq deyəndə böyüklər də ola bilər və onlara xüsusi bir dərmandan istifadə edir. Onların bir qisminin beynini qaytarır. Onlar qayıdır və anasını tanıyır, falan şey tanıyır. Sonra onu yenidən qayıdırlar həmin hala. A halına qayıdırlar da. Mənim sualım odur ki, bir tərəfdən biz deyirik ki, insan dəyişir. Çünki biz bunu görmüşük. Amma digər tərəfdən deyirik ki, insan dəyişməyə çalışma. Bəs bunun balansı hardadır? Əgər mən görürəmsə ki, əslində dedim, indi cavabı gəldi mənə, misal üçün. Ondan gəldi ki, sən insanı dəyişdirəcəyinə inanırsan, amma sən insanın olduğu kimi qəbul eləməlisən. Çünki mən bunu belə qəbul edirəm, amma misal üçün də tutaq ki, biz nə deyirik? Biz deyirik ki,
xüsusən münasibətlərdə bu önəmli məsələdir də. Sən bir insanla evlənirsən, desən ki, bir insan tutaq ki, şeydir, qısqanc deyək də. Sən desən ki, bu çox qısqancdır, sən məni yoracaqdır. Mən bunu düzəldəcəm. Bu nə qədər düzələcək? Hə, bu nə qədər düzələcək bir şeydir. Və yaxud da bir insan nədir, hansı xüsusiyyət ola bilər bir insanın? Məsuliyyətsizdir deyək də. O düzəlirmi? Yəni məncə düzəlir. Yəni mənim yanaşmam ki, düzəlir, amma nə qədər düzəlir? Nə qədər düzəlir budur. Və onsuz da hər bir iş, hər bir münasibət, biz münasibət deyəndə təkcə evlilik falan başa düşürük, amma sadəcə bu deyil də, məsələn, iş də bir münasibətdir də. Hər bir iş özü-özlüyündə bir qurban tələb edir. Sən deyə bilməzsən ki, mən kimlənsə bir münasibətə girirəm, iş münasibətinə girirəm və mən düzəlməyəcəm. Çünki sən işə düzəlməyin artıq işə düzəlmək qurban vermək deməkdir. Eyni şəkildə münasibətə girmək, yəni məsələn bu gün mənim gördüyüm odur ki, bizim çox underestimate olan bir xüsusiyyət var və onu çox hörmətsiz ediblər. Bu fədakarlıq anlayışıdır. Yəni sən fədakar olmadan heç nədən nəticə əldə edə bilməzsən. Çünki fədakarlığın əksi odur ki, problem olan ki, mən şərə-şürəyimi yığıb gedirəm. İşdə də, evdə də, məsələn, qoyduğun sərmayə. Ona görə mən düşünürəm ki, biz sərmayəni fədakarlıq mövzusuna bir də qayıtmalıyıq. Və sən qurban vermədən sən nəticə verməyəcəksən. Yəni bizim əslində bu gün 10 milyona çatmaq səbəblərimizin biri odur ki, millət olaraq Allahın izni ki, bizim keçmiş nəsillərimiz xeyli fədakarlıq veriblər. Amma bu gün fədakarlıq anlayışına məncə yanaşırıq. Çox belə hörmətsiz yanaşırıq. Mən demirəm ki, sən əgər kimsə səni döyürsə və ya işdə səni təhqir edirsə, sən dözməlisən buna. Amma məncə danışmaq lazımdır və yeri gələndə bəzən də susmaq lazımdır. Yeri gələndə. Hər zaman susmaq lazım deyil. Çünki hər problemli olan yerdən çıxırsansa, bəlkə də problem elə səndədir. Yəni, bəlkə sən Allah sənə bu problemi göndərir ki, sən bu problemi həll eləyəsən. Sən o problemi həll eləməməkdən növbəti səhifəyə keçsən. Olur, misal üçün, kitabı vərəqsən, çalışma kitabıdır. Bacarmadım. Amma görsən ki, bu bacarmadığın tapşırıqların ortaq cəhəti odur ki, sənin bilmədiyin bir dənə qayda var. O qaydanı öyrənməmsən deyə bunu eləyə bilmirsən. Ona görə fədakarlıq odur ki, mən bunu bilmirəm, mən bunu anlamıram, amma mən burada susa bilərəm, mən burada fərqli bir yöntəm göstərə bilərəm. Yəni, o dediyim o xoşbəxt və düz olmaq məsələsidir. Məncə budur. Yəni, bu çox önəmli məsələdir məncə. Mən indi fədakaram yoxsa yox, bilmirəm. Bu gün uşaqlar deyir ki, fədakarsan. Bu gün uşaqlardan feedback almışam işdə. Məncə nəsə var Allahın izindən. Amma mən düşünürəm ki, bu çox vacib şeydir. Yəni, və bu fədakarlığın da odur ki, fədakarlıq niyə vacibdir burada? Səni işə götürən və ya səni evə götürən və ya sən münasibətə girdiyin şəxs fədakar olmalıdır ki, səbirli olsun və sənin əyriliğini qəbul etməlidir. Sən də fədakar olmalısan ki, mən nəsə dəyişdim. Çünki istər-istəməz hər bir münasibət bir yoldur, hər bir yol uyğunlaşmaq deməkdir. Çünki sən deyənməzsən ki, məsələn, 2 nəfər yolla gedir, biri deyir ki, pəncərəni aç, biri deyir ki, kondisioneri qur, kimsə uyğunlaşmalıdır da. Bu gün odur ki, o qədər egosentrizm var ki, münasibətlərin içində. Egosentrizm deyir ki, sən məni olduğum kimi qəbul etməlisən. Dediyim kimi də, yola çıxmaq, uyğunlaşmaq tələb elədiyindən, sən sadəcə qəbul etməsən ki, nəyi dəyişməliyəm, nəyi dəyişməmi gözləyirsən və necə mənə kömək olacaqsan. Bəli, əlbəttə ki, bu dəyişikliyin gücü, fədakarlığın və yaşatdığı hisslərin dərinliyi ilə bağlıdır. Amma hər bir halda mən düşünürəm ki, biz keçmiş münasibətlərimizə baxanda görürəm ki, bizim valideynlər və yaxud da bizim əcdadlar münasibətlərə qorunma prizmasından baxıblar. Və bu gün bu qədər təkliyin yaranma səbəblərindən biri odur ki, biz vaxtında fədakar olmamışıq və yaxud da qorunma instinkti qurmamışıq. Demirəm, dediyim kimi, hər şeydə belə olmalıdır, amma ki, məncə biz bu mövzunu ümumiyyətlə cəmiyyət olaraq düşünməliyik ki, biz hara gəldik, çıxdıq. Və bu çatdığımız yer bizi həqiqətən qane edir, yoxsa yox. Anamla bir dəfə belə yaxınlarda bu mövzunu müzakirə eləmişdik. Deyir ki, mən beləyəm söhbəti yoxdur da. Mən belə olmağı seçdim söhbəti. Mama da qəşəng dillə danışır, hə? Çox qəşəng orada deyir ki, yəni fədakarlıqdan əlavə deyir ki, şeydir də məsələ insanın kəsib atmağıdır ki, mən beləyəm, vəsə. Bir də onun üzərindən də insanların məncə mən beləyəm deməyin səbəbi həm də odur ki, o qədər seçim var ki, sən mənə belə qəbul eləmisənsə, kimsə mənə 100% belə qəbul edəcək. Seçimlər, digər seçimlər ilk seçimi dəyərsizləşdirir. Bu problemdir. Bu problemdir. Ona görə məncə sosial medianı limitləmək lazımdır. Razı. Sosial media həqiqətən insanın kafasını çox qarışdırır, hər mənada qarışdırır. Ona görə də məncə bəlkə həyatımızda
tənzimləməli olduğumuz birinci şey varsa sosial mediada. İnşallah ki, bacarıq. İnşallah. Mən indi istiqaməti biraz dəyişmək istəyirəm sizin sahibkarlıq fəaliyyətinizə. Aha. Ümumiyyətlə təlimçi olmaq, sahibkar olmaq, idarəçi olmaq, coach olmaq, mentor olmaq, bunlar müxtəlif belə deyək də papaqlardır ki, siz dəyişirsiniz. Son bir ildə sahibkarlıq fəaliyyəti sizə nə qazandırıb və yaxud da ki, sizdən nə alıb? Məncə sahibkarlıq mənə çox şey öyrədib. Yəni sahibkarlıq mənə yeni bir sahəni göstərib. Çünki mən bu günə kimi bununla belə ciddi məşğul olmamışam. İndi böyük bir şirkətim yoxdur əslində belə baxanda. Sadəcə yəni gəl-get çoxdur və proseslər çoxdur. Daha çevik olmağa, məsələlərə fərqli bucaqdan baxmağı öyrədir. Misal elə məsələn marketinqdə dərinləşmək, satışda dərinləşmək, satış deyəndə B2C-də və B2B-də fərqli davranmaq, satışa görə personal brandinqimi dəyişmək. Yəni daha duyarlısan bu prosesdə. Sən çünki bir dənə səhvin davamlı gedirsə, bu səni çökdürəcəkdir. Çünki sən o qədər şeyin yoxdur da, güvən yastığın yoxdur ki, sən bir dənə səhvi davamlı olaraq eləyəsən. Ona görə belə bir o məni daha fit formaya salıbdır. Çünki dövlətdə işləyəndə elədir ki, sən yaxşı işləsən də, pis işləsən də, sən maaşını alırsan, hətta bəzən pis işlə yaxşı və pis işləndə sən premiya da alırsan. Amma ki, burada elə bir şey yoxdur. Burada yaxşı işləməsən, maaş da almayacaqsan, burada yaxşı işləsən, premiya da almayacaqsan. Ona görə də bu səni daha fiziki və əqli formada saxlayır. Çünki səni davamlı axtarmalı, araşdırmalısan ki, sən suyun üstə qala biləsən. Əsas götürdüyüm şeylər bunlardır. Əlavə verilən suallardan biraz vermək istəyirəm. Deməli, yenə biraz sizin daha doğrusu sahələrinizlə bağlı deyə biraz karyera yönümlü suallar verəcəm, sonra digərlərinə. Deyir ki, ilk təlimçilik təcrübənizi harda əldə etmisiniz? Bu yola başlama hekayənizi dinləmək istəyərəm. Bunun əslində mən çox danışmışam, məncə. 2007 yox 8-ci il idi. AYC təşkilatı var idi, AYC Avropa Tələbələr Forumu və mən orada sədr seçilmişdim. Məncə elə sədr olanda elə bir şey var ki, sədr olanda sədrin keçdiyi bir təlim var idi, ABC course, AYC Bakı kursu, yəni təzə gələn üzvlər keçirdin. Mən də sədr seçilmişdim, dedilər, sən sədrsən, sən keçəcəksən. İndiyə kimi yadımdadır, 2008-ci il idi, səhv eləmirəmsə, 2008-in payız ayları idi və 2008-in payız aylarında biz keçmişin moyku olmuş bir yerdə təlim keçirdik. Yəni hətta yerlər deməli divarları kafeli idi də, divarlar kafeli idi. Bir dəfə ora rəhmətlik Vəfa Qulzadəni gətirmişdik. Mən də Vəfa Qulzadənin kim olduğunu çox ara kimi anlam bilirdim ki, dövlət məmurudur. Və Vəfa müəllim orada bir seminar keçmişdi. Vəfa müəllimə demişdim ki, Vəfa müəllim özür istəyirəm, bəs bura moyka idi, biz buranın təlim otağı eləmişdik. Deyək ki, bala siz yaxşısınız, adamlar var ki, təlim otağını moyka eləyirlər. İndiyə kimi yadımdadır cümlə. Ona görə oradan başlamışam, təlimçi oradan başlayıb. Sonra getdim, əsgərəyə qayıtdım və Gənclər Fəaliyyətinə Dəstək Mərkəzi var. Gənclər Fəaliyyətinə Dəstək Mərkəzi var idi. Orada koordinator idim və orada kiçik seminarlar keçməyə başladım. Və oradan keçdim BLBS-ə artıq daha çox təlim keçməyə başladım. Yəni gənclikdən olubdu bu, gənclik 20-lərdən, 18-19 yaşına başlamışam bunu eləməyə. Amma danışmağa həmişə mən məktəbdən belə məsəl aparıcılar məncə aparıcı olaraq bəzən mən aparıcı olurdum. Amma buna çox da zövq almırdım. Zövq daha çox təlimçilikdən sonra başladı. Pul qazanandan sonra başladım. Yəni buradan pul qazanmaq olarmış. Orta maaşlı dövlət sektorunda işləmək ya özəl qurumda daha yaxşı maaşa işləmək? Baxır nə axtarsansa. Məncə də. Stabillik axtarsansa dövlət sektoru. Yox, drive axtarsansa onda özəl sektor. Yəni inkişaf məncə daha çox bu gün özəl sektordadır. Çünki dövlətin funksiyası daha çox status quo-nu qorumaqdır, stabilliyi təmin etməkdir. Amma onun çox risk etmək haqqı yoxdur. Çünki dövlət deyirik də biz bunun üstündə. Dövlət çox riskli ola bilməz. Aydındır. Deməli, bir kişi məsuliyyət götürməkdən çəkinirsə, nə etməlidir ki, məsuliyyət çəkməsin? Kişi olduğunu xatırlamalıdır. Məncə də, bu nə sual? Yox, mən qınamıram o xanımı. Onu yazan xanımı qınamıram. Bu yaxınlarda da biz bir görüşdə olduq. Mən dedim ki, bugün bizim belə bir problemimiz var ki, kişi dediyin məxluq məsuliyyətdən qaçmalı deyil. Sən məsuliyyətdən qaça bilməzsən də. Sənin kişi eləyən budur da. Mənim atamın yaxşı sözü var. Atam deyir ki, kişilik şalvar geyməklə deyil. Atamın sözü var. Düzündə xanımlar çox şalvar geyinir, amma o vaxt çox geymirdi də. Kişilik şalvarla deyil. Kişilik
məncə məsuliyyət götürməklədir. Yəni sən kişini ona görə də biz valideynlər olaraq və yaxud da xanımlar olaraq, ay xanımlar, bilirəm ki, biz və yaxud siz daha çox kişiləri idarə eləməyi sevirsiniz. Əgər kişi qərar verə bilməyəcəksə, o kişi böyüməyəcəkdir. Əgər sizdə evdə oğlan varsa, oğul uşağı böyüdsənsə, onun qərar verməyə imkan verirsən. Mən öz adıma niyə edə bilərəm deyirəm. Mən bəlkə görmüşdüm. Məsələn, İlyasla gedirəm marketə. Deyirəm İlyas, nə istəsən? Falan şey yoxsa falan şey deyib bilmirəm sən istəyirəm. Yox, sən seçəcəksən. Və yaxud nə yeyirsən? Bu yoxsa bu? Deyir, bu. Deyirəm sən qərar verdin ha. Kinoya gedirik. Bu yoxsa bu? Bu sən qərar verdin ha. Bu çox vacibdir. Çünki o başa düşməlidir ki, qərarlarının nəticəsini yeməyə hazır olmalıdır. Məsuliyyət də budur. Yəni sən uşağa atıram deyirsən ki, falan kəs get çörək al. Çörək almaq məsuliyyətdir. Uşağa çörək almaq məsuliyyətini verməlisən sən. Eyni şəkildə kişilərə xahiş edirəm, əziz həyat yoldaşları, kişiləri məyoldatmayın. Kişi hürməlidir və kişinin hür səsi hür olaraq çıxmalıdır. Bu çox vacibdir. Yox sən kişinin çox misal üçün də xanımlar bu gün deyir ki, mən çox anlayışlı kişi axtarıram. Anlayış kişinin DNK-sında yoxdur. Çünki kişi nə deyirlər, ovçu kimi böyüyübdür, ovçu kimi yaranıbdır. O çox anlayışlı olsa, o gedib o deməli qurbanı tuta bilməyəcək. Ona qarşı çox empatik olacaqdır. Başa düşürsən? Bunu başqası desə inanaram, müəllim. Bu sizin deməyiniz mənə inandırıcı gəlmir. Mən səhv edirəm. Mən səhv eləmişəm. Xeyr, mən də səhv sad eləmişsiniz. Kişi çox deyəndirəm. Bax, mən indi sizə deyirəm, məni qəbul etməyə bilərsiniz, daşqalaq da eləyə bilərsiniz. Kişi xüsusiyyətləri var və qadın xüsusiyyətləri var. Razısınız bundan yoxsa yox? Təbii ki. Okay. Kişi xüsusiyyətlərindən biri nəticə yönümlülükdür, qərarlılıqdır, normaldır. Çünki ova çıxan kişi olub, düzdür? Bəli. Və biz Allahın izni ilə bu hamısı Allah bu xüsusiyyətləri verib buna. Bəli. Və yaxud da qayğıkeşlikdir, anlayışdır. Bu daha çox xanımlarda yaxşı alınıbdır. Ona görə mən təcrübə edirəm ki, bu gün məsəl üçün HR pasiyaların çoxsuna böyük qismi xanımlarda olur. Çünki bu anlayış kişidə o qədər şey olmaya bilər də. Və yaxud satışda bu gün daha çox, yəni belə deyim də, bu fizioloji olaraq fərqlər var, belə deyək də. Amma o demək deyil ki, bunda alınmayacaq. Yox, belə. Kişi dediyin şəxs nəticə yönümlü olduğundan o nəticə almaq üçün qurban verməlidir nəyisə. Çünki o evə nəticə gətirməsə, o kişi olmayacaqdır. Düzdür? Yəni sən hansı kişi istəyirsən? Nəticə yönümlü olmayan anlayışlı kişi hansı ki evə əli boş gəlir. Yoxsa nəticə yönümlü olan daha az anlayışlı kişi hansı ki evə əli dolu gəlir. İndi bir dənə sizə sual verim də. Biz bir dəfə müzakirə eləmişdik ki, qarşı tərəfin dərin olması nə qədər önəmlidir yadınızda? Dərin söhbət eləmək. İndi də mövzudayam. Hə. İndi mən onda yadınızda demişdim ki, çox da önəmli deyil. Bəli. Onda belə çıxır ki, dərin söhbət, bayaq da söhbətin əvvəlində də dedik ki, dərinliyin göstəricilərindən biri empatiyadır. Bəli. Qarşı tərəf empatiya qura bilmirsə, dərin deyil, dərin deyilsə nəticə gətirir. Yox. Belə deyim də, biz ümumi danışırıq. İstisnalar qaydanı pozmur. Çox anlayışlı, çox empatik və çox dərin kişilər var. Məsəl üçün sən və nəticə gətirən? Ola bilər. Amma hamısı bir yerdə olmur da normalda. Mən nə demək istəyirəm? Mənim sözüm zamanında o deyil ki, siz kişilər odun olun, yox. Və ya xanımlar empatik olan kişi axtarmayın, yox. Demək istəyirəm ki, limited edition'dır bu. Bu hər kişidə olmayacaqdır. Çünki məncə bu bizim fitrətimizdə yoxdur. Çünki hardan gəlir? Bizim ovçu olmağımızda. Biz ovçuyuq da. Sən ovçudan nə anlayış gözləyirsən ki? Amma bunun bir tərəfi odur ki, empatik ola bilər harda? Öz komanda yoldaşına, yəni öz ovladığı yoldaşa qarşı empatik ola bilər. Amma bizdə bu xanımlarda qədər yoxdur. Bizdə bu azdır. Sizcə xanımlarda olduğu qədərmi istəyir empatiyanı kişilərdən? Bəli. Müzakirəsiz. Rəfiqə ilə kişi eyni şey deyil. Xanım kişidən nə istəyir? Dinlənmə. Düzdür? Dinlən, bir mənalı dinlənmə. Məni dinləyirsən və mən danışdığımın birisi baxır xanıma fərq var. Amma dinlənmə şərti düzdür? Qəbullanma və dinlənmə. Hə, budur da. Kişidə onu kişinin problemi var ki, kişi onu dinləyir və fikirləşir ki, mən buna həll yolu verməliyəm. Verməli deyilsən. Çünki kişi praktikdə zəkadır axı. O deyir ki, çünki onun bir dostu onunla nəsə danışırsa, ehtimal ki, məsləhət istəyir. Və ona məsləhət verməlidir. Amma kişi elə bir burada bunu söndürmür ki, məndən məsləhət istəmirlər. Mən deməliyəm ki, bəli, mən səni dinlədim, budur və yaxud deməliyəm ki, sən düz deyirsən. Baxır xanıma da və yaxud sadəcə dinlənmə hissi çox gözəldir də. Yəni bizim ümumiyyətlə rəhlərimiz fərqlidir. Kişi və qadın olaraq rəhlərimiz fərqli olduğundan bunu sadəcə danışaraq başa düşmürlər. Mən bunu hardan başa düşmüşəm? Mən o qədər xanımla ünsiyyətdəyəm ki, müştərilərimin çoxsu xanımdır. Mən oradan bura gəlmişəm.
Məsələ budur. Çox qəribədir. Kişilər niyə hörmətə bu qədər önəm yükləyir, məna yükləyir? Kişi üçün kişi olma şeyi hörmətə layiq olmaqdır. Çox qəribədir. Bax o papaq anlayışı nədir? Papaq hörmət nümayişidir də, düzdür? Yəni sən bax, hörmətsiz kişi ilə evlənərsən? Yox. Sən kasıb kişi ilə evlənərsən, sən hörmətsiz kişi ilə evlənməzsən, düzdür? Bu da yəni hörmət şərtdir. Yəni hörmət dostlar tərəfindən hörmət olunmayan kişi ilə evlənərsən, iş yoldaşları tərəfindən, ailəsi tərəfindən hörmət olmayan kişi ilə evlənərsən, düzdürmü? Hə, düzdür də. Yəni hörmət indi sual yaranır ki, hörmət olunmayan qadına evlənərsən, bu da sualdır. Bu cəmiyyətdə hörmət şərtdir. Ümumiyyətlə şərtdir. Çünki biz kollektivist cəmiyyətik. Kişi üçün ən pis şey barmaqla göstərilməkdir. Kişi üçün bundan pis heç bir şey ola bilməz. Yəni və pis mənada barmaqla göstərilməkdir də, düzdür? O da deyir ki, ölüm mən, amma mən onu görməyim və ya kiməsə yaşatmayım. O kişi, ona görə bu gün bu qədər namus mövzuları şeydir də, kriminalda şeydə çoxdur. Çünki o başa düşür ki, o 3 dənə oğlanın yanında oturub çay içə bilməyəcəkdir. Çünki ona baxmasalar belə o biləcək ki, onun barədə nə düşünürlər. Başa düşürsən? Biz kişilər üçün də böyümüşük ağa. Siz qadınlar onun üçün heç vaxt olmamısınız. Biz kişilər üçün də böyüdüyümdə biz bilirik ki, orada nə söhbətlər ola bilər və bir kişi üçün bundan daha pis heç nə ola bilməz. Ona görə mən bunu dəstəkləmirəm ha. Məsələn mən başa düşürəm. Ona görə də kişi düşüncəsi fərqlidir. Primitivdir, sadədir və yaxud nədir? Bu ayrı şeydir, amma bizi indiki halda ona görə harda başladıq? Kişiləri məlumatlatmaq lazım deyil. Mən bunu danışmışam məncə. Bəli. Müəllimim dediyi. Yəni kişi kişidir, bu itdir. Başa düşürsən? Bu məlulamır. Çünki bu kişi məuldur. Bax özü mən sənə inandırıram ki, çox rahat görmək olar ki, kim həyatda məuldur. Çox rahat görmək olar. Çox rahat bunu görmək olar. Kim məuldur? Çox məuldur. Sən baxsan sosial media kontentinə, görsən ki, bu məullamır, bu artıq şeydir, cinsin dəyişib. Amma xanım deyir ki, yox mənim kişimsiz nədir? Bu kişi deyil, orada bir şey yoxdur, qalmır. Ona görə hardan gəldik? Kişiləri böyüdən anlam qərar vermədir. Bu mütləqdir onun üçün. O məsuliyyət götürməli, uşaqdan öyrənməlidir. Bir də bir şey var da, bir şey deyim ki, burada bir qism insanlar da var ki, hansı ki deyir ki, bu sərmayə qoymağın mənası yoxdur. Çünki baxır qarşı tərəfə, deyir ki, mən bu xanımdan onsuz 3 il yaşayacağam maksimum. Ona görə deyir ki, mən səndən məsuliyyət götürmək istəmirəm. Çünki qarşı tərəfə güvənmir. O da var. Onu da kişi hiss edir, ona deyir ki, mən evlənməyəcəm. Bu gün evlənmə səbəbi odur ki, onlar münasibətlərə güvənmirlər. Bir qism insanın merkantil olduğunun və yaxud da daha çox əşyaçı olduğunu görürlər. Əşyaçılığı təşviq edən sosial mediadır. Ki, məndə bu olsun, məndə bu olsun, məndə bu olsun. Ona görə də biz kişilər çox işləməlidir üzərində, qadınlar da işləməlidir ki, biz o balansı qaydaq. Deyir ki, insan öz potensialını bildiyi halda niyə çox vaxt onu həyata keçirməkdən qorxur və bu qorxunu necə aşa bilər? Konstitusiya yazılır. Bu qədər asan sual deyil. Yəni öz potensialını bildiyi halda niyə o potensialı reallaşdırmır? Hə. Düzdür? Sən tərdə bax, çox səbəb ola bilər burada. Ətraf səbəb ola bilər, səhv vərdişlər səbəb ola bilər və səhv düşüncə tərzi ola bilər. Bir çox şey var. Amma bu həyatda nə vaxtsa o addım atmaq lazımdır, düzdür? Cəsarət. Bir də bir şey var da, biz fikirləşirik ki, o potensialını reallaşdıran insanlar 3 dənə buynuzu var. Elə deyil. Sadəcə biz nə bilirik? Biz dinimizdə deyir ki, səndən hərəkət, Allahdan bərəkət. Addım atmaq lazımdır. İlk kiçik addım nədir? Ondan başlayıb. Bizim Kreşanda fəlsəfəmiz nə idi? Kiçik addımlar fəlsəfəsi. Kiçik addım, bir addım ta. Bir də ki, bu kiçik addımı möhkəmləndirən ətrafın olmalıdır. Bir 3 nəfər, 5 nəfər sənin kimi potensialını reallaşdırmaq istəyən ətrafında insan olmalıdır ki, sən onlarla görüşəsən ki, o səni həvəsləndirsinlər. İnsan sosial varlıqdır və ona təsir eləmək, influens eləmək daha asandır. Ona görə də ətrafınıza baxın və düşüncənizdə olan xətalara baxın ki, görün hansı xətalar onun qabağını alır və o xətaları dəyişərək, ətrafınızı da yeniləyərək kiçik addım atın, qısa olaraq desək. Sizcə qədərin üstündə bir qədər varmıdır? Sizə elə gəlirmi ki, bəzən öz iradəmizlə etdiyimizi düşündüyümüz şey yazılandır? Qəşəng sual da. Sən sual başa düşmədin deyəsən. Hə, başa düşmədim. Başa düşdüm mən. Deyir, sizcə qədərin üstündə bir qədər varmı və sizcə iradəmlə dediyin şey əslində yazılmış bir şeydir. Hə. Çox qəşəng sualdır, çox qəşəng sualdır. Ya bizim inancımız nə bildirir? Bizim inancımız bildirir ki, Allah qələmə deyir ki, qələm yaz, o da yazır hər şeyi bu gündən, o vaxtdan sona qədər nə olacağı məlumdur. Bizim qədər dediyimiz odur. Və hətta duanın gücü ilə dəyişən qədərimizi belə orada yazılıbdır. Ona görə də biz burada təvəkkül etdiyimiz bəs nədir? Odur ki,
biz iradəmizlə etdiyimiz şey əslində bu bizim qədərimizə yazılıbdır. Qədərin üstündə də bir qədər yoxdur. Çünki qədəri yaradan, qədəri bilən elə sən yaradandır, sən yaradan üstündə heç nə yoxdur olmadığından qədərin elə özü qədərdir də. Amma ki bizim qədərimizin nə olduğunu biz bilmirik. Görəsən bu qədərdirmi, yoxsa mı qədərdirmi? Ona görə də onu biraz işləmək lazımdır məncə. Hər zaman daha yaxşı eləmək olar. Amma ümumi olaraq 30-dan sonra dəyərləndirdiyin şey elə bəzən qədərə qədər getmək deyil, elə bu qədərdə dayanıb qədərin halda olduğunu müəyyənləşdirməkdir. Çünki istirahət eləmək lazımdır və təfəkkür etmək lazımdır. Ümumiyyətlə təfəkkür qədər insanı aydınlatan ikinci bir şey yoxdur. Düşünmək lazımdır. Bu vaxta qədər dərs verdiyiniz təlimçilərdən TOT forumda kimi panel müzakirələrində spiker və moderator roluna layiq görürsünüz? Bu sualı kim yazdığını bilirəm. Sarı xanım salam olsun sizə. Sarı xanım verib o sualı bilirəm ki, o forum olsa Qənirə əlbəttə ki olar orada, Pərviz olar orada, Səma ola bilər orada, Səymur Əhmədov ola bilər orada, indi yadıma düşənlərdən kim ola bilər, Siyavuş müəllim ola bilər orada, Sabir Camalov ola bilər orada, sonra kim var, indi yadıma düşməyənlərdən, kim təlimçilik davam edir, aid hissəsində Aygün ola bilər, Aygünə maraqlı olsa əlbəttə ki, biraz böyüsə məncə bizim pro olanlar var, pro uşaqlar ola bilər, sağ olsun, Füsun ola bilər, bəlkə böyüsə biraz, Musa ola bilər, Sadiq bilməm təlim deyil yoxsa yox. Yəni pro almış uşaqlardan gözləyirəm onu normalda. Pro olmayanlar da var, Namik müəllim ola bilər, böyüsə biraz. Yəni əsas ağlıma gələnlər indiki təlimçilərimizdir. Hamısına buradan salam. Hə. İndi elə bir tədbir olsa məncə ola bilər. Keçirmək olar onları. Ən son nəyə görə peşman olmusunuz və nəyə görə çox sevinmisiniz? Hərəsinə bir aid nümunə. Bu gün 2-3 gün əvvəl bir dənə söz dedim. Səhv anlaşılma oldu. Fikrimi səhv ifadə elədim daha doğrusu desək. Ona görə peşmanam və imkan olsa sözü dəyişərdim. Çünki niyyətim onu elə demək deyildi. Ən son dəfə nə xoşbəxt, nəyə sevinmişəm? Əslində bu sualın cavabını tapa bilmirəm açığı. Bu özü də bir problemdir məncə. Baxmayaraq ki, mən çox belə... Niyə çünki bir şey sevmişdiniz əslində? Dedim nədir, sevindim? Mən atdım skripti, sevindim. Hə, bir dənə dostumuz yazmışdı ki, müəllim, Bakıya gələcəm, evə getməmişsəm və səni qucaqlayıb gedəcəm evə. Bu çox gözəl bir hissidir həqiqətən də. O dəqiqə ona həqiqətən ehtiyacım vardı. Ciddi şəkildə ehtiyacım vardı. Bir də nəyə sevmişdim? Keçən həftələrdən birində biz getmişdik dağa və mən Muradın postunu görmüşdüm də Mutaldan. Bax, onu təxminən mən yaşamışam. Mən də eyni yerdəyik. Mənim orada nə itim azıb. Qaydanda dedim, əlhəmdülillah, çox gözəl hissdir. Ona sevmişəm. Amma məncə o dediyin o sevinç hissi çox da mənə bu gün xas deyil. Problem yaşamaqla deyil, problem mənim reseptorlarımda problem olmaqla bağlıdır. Onu biraz yeniləməliyəm. Amma bu gün də Allah da elə bir şey göndərəcək ki, daha çox sevinəcəm. İnşallah. Müşahidə etdiyim qədər şəxsi inkişaf mövzusu 2019-21-ci illərdə aktual idi. Forumlar, seminarlar keçirilirdi. İnsanlar onlayn da olsa təlimlərə qatılırdı və s. Siz necə düşünürsünüz? Həmin illərdə şəxsi inkişaf trend olub ya indi də eyni tempdə davam edir? İndi mövzuların sayı çoxdur əslində. Şəxsi inkişaf hər zaman, yəni son 10 ildə şəxsi inkişaf trenddir. Çünki şəxsi inkişaf olmadığında digər peşəkar inkişafın altı boş qalır məndən soruşsanız. 19-21 pandemiya qədər olan hissədir, pandemiya hissəsidir hardasa. Orada da vardı. Bu dediyi yoldaş ehtimal ki, o tarixlərdə daha çox tələbə olubdu. Güman edirəm ki, və yaxud da tələbəlik təzə qurtarmışdı. Güman edirəm ki, indi də trenddir. Sadəcə indiki halda seçim çoxdur. Aydın, lazım, hə. İndi seçim çoxdur. Salam müəllim. Sizin fikriniz mənim üçün önəmlidir. Bir yerdə qeyri-müəyyənlik içindəyəm. Getməli olduğumu bilirəm, amma gedə bilmirəm. Siz olsanız necə edərdiniz? Təpikləyərdim. Amma getməli olan sizsiniz də, nəyi təpikləyərdiniz? Onu təpikləyərdim. Deyir, getməliyəm, amma gedə bilmirəm. Deyir, mən səni gəlib təpikləyərəm. Onu, Yəni, belə deyim də, zarafat bir qırağa, baxır getməli yerin nədir, niyə görə getməlisən? Yenə gəlir məsələ, çıxır düşüncəyə, ətrafa və kiçik addım atmaq. Görsən, eyni şeydir aşağı yuxarı.
bunun o xanımın, ehtimal ki xanımdır da, refleksiyaya ehtiyacı var. Refleksiyadan sonra da çıxardacağı nəticəyə ehtiyac var. Keçmişdən bir anda qayıtmaq şansı olsaydı o hansı an olardı? Və o anda özünü necə hiss edirdi? Nərgizin salmaq şür. Məncə də hə. Nərgizin salmaq şür. Şirin sualdır elə. Nərgizin bu suallarını verdin sən? Hə. İkisini də? 4 dənə yazıb, 2 dənə yazıb. Hə, 4-ünü də vermisən? Məncə 4 dənə yazıb. Çünki Nərgizin suallarının dərinliyi var. Yes. 3 dənə yazıbmış, 3-ünü də verdim. Hə. Keçmişə qaydası olsam, İlyasın doğum günü mənim üçün çox xoş bir şeydir. Allah. Belə cavab gözləmirdim. Hə. Bu da əlbəttə ki, yüksəliş qalibi olduğum günü 100%. Bir də bir dənəsi də var. Onu da o mənə qalsın. Hə. Onu nəsə hansı gün olduğunu bilmirəm, amma o günlərin birini seçib qayıdardım ora. Yəni keçmişə qayıtmaq istədiyim günlər az deyil əslində. Hə, keçmişə qayıtmaq istədiyim günlər heç də az deyil. Amma mən keçmişə belə də keçmişə baxmağı sevən insan da deyiləm. Mən ümumiyyətlə həyatı boyu daha çox gələcəyə baxmağa tərəfdar olmuşam. Çünki keçmişə baxanda gələcəyin çox da konkretləşmir. Gələcəyə baxmaq istəyirəm. Desək ki, bax, gələcəkdə nə yaşamaq istəyirsən, ona da daha yaxşı cavab verərəm. Çünki onu da düşünürəm də. Verin onda. Gələcəkdə nə yaşamaq istəyirəm? Oğlumla ümrəyə getmək istəyirəm. Həyat yoldaşım olacaq yoxsa yox. Bunun oğlum var da hələ ki, Allahın izni ilə, hə. Ümrəyə getmək istəyirəm. Nə vaxtsa uşaq böyüyəndə, 18 yaşından sonra Allahın izni ilə. Səyahətə getmək istəyirəm. Bir də istəyirəm ki, bir karavanla bir səyahət edim. Karavan səyahəti mənə çox maraqlı gəlir. Məsəl üçün, hansısa ölkədə, Türkiyə ola bilər, İranı çox mən bəyənirəm. İran çox qəşəng, gözəl yerləri var. Mərkəzi Asiya ola bilər. Ora getmək istəyirəm. Karavan səyahət eləmək istəyirəm. İstəyirəm ki, Allah qismət etsə bir bağ evim olsun. Orada biraz İnşallah. Toyuq, cüzə, nə bilim. Biz də gələk. Toyuq, cüzə, nə bilim, olsun. Soul steam kebab. Hə, o olsun. Bir də əlbəttə ki, şeydir, kitab yazmaq 100%. Mən həyatımın bir hissəsində şeir yaza bilərəm. Kitab yaza bilərəm. Kitab fikirlərim var hətta. Hə. Bunu eləmək istəyirəm. Yəni mənim gələcəyim sürətlə bağlı deyil. O sürət limitini keçmişəm mən artıq. Mənim gələcəyim dərinliklə bağlıdır. Ona görə də elə bir şey lazımdır ki, elə bir kəs lazımdır ki, o şəraiti yaratsın ki, o rahatlıq olsun. Çünki dərinlik üçün güvən lazımdır. Çünki dərinləşmək belə pısmasın soyunmaq deməkdir. Hə, sən hər kəsin yanında soyuna bilmirsən də, düzdür? Yəni sən fikirlərini hər kəsin yanında asa bilmirsən. Çünki şeyin yaxşı sözü var idi də. Ray Bradbury'ni mən çox bəyənirəm. Ray Bradbury'nin belə bir ifadəsi var ki, indi videoda yazarsınız, təxminən belədir ki, mənim belə bir fikirlərimi, mənim düşüncələrimi qəbul eləməyəndə və yaxud mənim gələcəklə bağlı fantaziyalarımı qəbul eləməyəndə mən öz əjdahalarımı yoxsa dinozavrlarımı yığıb otaqdan çıxıram. Başarsınız? Yəni deməsi ki, o qədər. Hə, yəni onu daha ətraflı qoyarıq. 38 yaşınızda özünüzə nə arzu edirsiniz? Nələr? Nələr də artıram o yana. Tənhalığın keyfiyyətli alternativi. Qəşəng inşallah. Mən adını yaxşı deyirəm. Çox qəşəng. O dəfə podruqama deyirəm ki, mən səbirsiz deyiləm. Yox, sürətli. Nəsə belə bir söz deyəcəm, deyir, psixoloqum neqativ sözlər işlətmə deyəndən sonra sizinki də ona oxşadı. Hə, tənhalığın alternativ variantını axtarıram. Keyfiyyətli alternativlərini axtarıram. Bir də ki, misal üçün məncə daha çox özümə verdiyim sözləri tutmağı arzu edirəm. Məndə bir siyahı var, dediyim şeylər eləmək istəyirəm əslində. Çox uzağa aparmaq istəmirəm onu. Kitab yazmaq olsun, istəyirəm onu biraz işləyim. İdman və sağlamlıq məsələsinə daha ciddi yanaşmağımı istəyirəm. Bir də daha çox dərinləşmək istəyirəm. Həqiqətən bax o şeyə ehtiyacım var. Yəni sakit, hüzurlu və olur misal üçün axşam oturursan, gün batır və sən o gün batımda batan da sənsən, amma ki o sən qayıdacaqsan. Elə sən bir dərinliyə girirsən ki, və sən düşünərsən və sən o sakitçiliyi paylaşacaq insanlar. Harda ki danışmaq lazım olur, bir tərəfə baxırsan və desən ki, bax mən də onu gördüm, mən də onu yaşadım və belə bir ətraf istəyirsən. Onsuz ətrafıma demişəm ki, evlənən kimi sizi qıracam. Ətrafıma demişəm, buradan da deyirəm. Evlənən kimi inşallah sizi qıracam. Demişəm, ittiham da deyil, qorxutmaq da deyil, amma demişəm. Amma ətrafımı çox istəyirəm. Belə, yəni əsas odur ki, mən özümə arzu elədiyim şeylər var.
biraz da daha keyfiyyətli məhsul, daha keyfiyyətli bir şey istəyirəm çıxardım. Daha çox xeyrim dəysin cəmiyyətə. Bunun biri dediyim kimi kitabı da düşünürəm. Nə kitabdır bilmirəm. Bir də qismət olsa, dünən Qənirənin danışmışdıq. Bəlkə də solo çıxışın ikincisini eləmək istəyirəm. Bu gün mən də barədə düşünürəm. Yox, o gözləməklə deyil, o gözləməklə deyil. O gəl eləyək deməklədir. Gəl eləyək deyəndə deyirsiniz ki, falan şey lazımdır, o lazımdır. Ona komanda lazımdır. O komandası mümkün deyil, amma ki istəyirəm ki, gələn il 39-da qismət olsa deyim ki, nə yaxşı ki bu il eləmisən dediyin şeyin içində solo çıxışın ikinci hissəsi olmağını istəyirəm. Belə, Günə çox sağ ol, maraqlı suallar üçün, çox zövq aldım. Düşündürdün məni. Sevindim. Qismət olsa siz də yoldaşlar baxmısınızsa bölüşün, paylaşın, subscribe olun. Şərh yazın, paxıl olmayın. Yəni baxmısınızsa bura qədər paxıl olmayın. Fikir bölüşün. Nə ilə razısınız, nə ilə narazısınız, onu da bildirin. Və gəlin bu babat söhbətlərin sayını artıraq. Deyin kimi görmək istəyirsiniz. Mən də çalışacağam ki, bu söhbətlərin sayını artırım. Bye bye. Hələlik.